Evlərdə çatlar əmələ gəlib. Görüntülər paytaxtın Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində məskunlaşan keçmiş məcburi köçkünün evindəndir. Sahibi iddia edir ki, onun evi yaxınlıqda bina tikildiyi üçün belə təhlükəli vəziyyətə düşüb. Hətta hamamın kafeli də qopub tökülüb. Bax, evimizin böyründə 1 metrliyindən görürsüz, gəlib çıxıb düz evin içinə. Çatlar düşübdü. Bax, evin lap içinə də çatlar düşübdü. Yəni bir sözlə qorxuruq da, evin altında körpə uşaqlar var. Bu evimiz uça bilər. Sürüşkənli yalan. Bax, orada yalandan gəliblər, eləyiblər. Amma biz də bilirik ki, bizim evimiz təhlükə altındadır. Kran başımızın üstündən bütün gün işləyir. Uşaqları çölə buraxa bilmirik, qorxuruq. Bax, qoruyucu heç nə də qoymuşlar. Axşamatan kran başımızın üstündən belə işləyir. İndi günüzdür hələ. Gecə saat 1-dən, 2-dən sonra burada güclü iş gedir. Fəridə Əliyeva deyir ki, şirkətə evin sökülməsi və ya yaşayış yeri ilə təmin edilməsi üçün müraciət etsə də, məsələ həllini tapmayıb. Gedirik, müraciət edirik. Buranın şirkətin böyüyü bizim müraciətimizə qulaq asmır, eşitmir. Nə deyirik? Qapıdan qaytarırlar bizi geri. Yox, heç bir şey təklif eləmədilər. Heç nə, nabarot, mən özüm neçə dəfə getdim, dedim ki, bəs biz burada qalmışıq, bu necə olacaq? Məsələ ilə bağlı tikinti aparan İnci Park MMC-dən Xəzər xəbərə bildirildi ki, ətrafda təhlükəsizliklə bağlı bütün işlər görülüb. Digər suallarımızı isə Xətai rayon icra hakimiyyətinə ünvanlamağımız məsləhət görüldü. Xətai rayon icra hakimiyyətinə də müraciət etdik, lakin zənglərimizə cavab verilmədi. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, məsələ araşdırılır.